imamət davam etməlidir deyə, imamın oğlu imam ola bilərdi deyə, imamın nəslindən bir nəfər mütləqdir ki, nə olmalıydı? Qalmalıydı ki, bu imamət davam edəsin. O səbəbdən Allahın hikməti ilə imamət davam etməlidir deyə, İmam Hüseyin əleyhissalamla birlikdə ilahi hüccət əgər şəhadət zirvəsinə ucalırsa, ondan sonra davam edən imamət onun sülbündən olmalı və o sağ qalmalıdır deyə, bu səbəbdən İmam Zeynalabdin ağa da imamət silsiləsini davam etdirən, o ilahi nura vəsb olan ilahi bir şəxsdir. Buna görə də Allahın iradəsi ilə o sağ qaldı, Kərbəlanın həqiqətlərini gizlətməyə qoymadı o dünyaya. Bugün eləsələr mənə, bugün çatmasında bilahasda İmam Zeynalabdin ağanın əməyi var. Belə demək olar ki, əgər İmam Hüseyin əleyhissalam Aşura günü şəhid olması ilə dini dirçətdirsə, İmam Zeynalabdin ağa sağ qalaraq Kərbəlanı unudulmağa qoymadı. Yəni, var gücü ilə, qüvvəsi ilə Kərbəlanın mahiyyətli insanlara qiyməti çatdırdı. Bir sözlə, biri qan verdi, digəri isə o qanın fəlsəfəsini öz fəsahətli, bəlağətli çıxışlarında, davranışında onu yaşatdı.